Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərliyi ilə Heydər Məscidinin imamları Hacı Rüfət Qarayev və Hacı Hafiz Abbasov iyunun 25-də Almaniya Federal Hökumətinin Dini Azadlıq üzrə komissarı Thomas Rachel ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Almaniya arasında dinlərarası dialoq və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Komitə sədri ölkəmizdə dövlət-din münasibətləri, dini tolerantlıq və multikulturalizm ənənələri barədə ətraflı məlumat verib. Azərbaycanın müxtəlif dinlərin və etnik qrupların sülh şəraitində birgə yaşayışına önəm verdiyini vurğulayıb və bu sahədə dövlət siyasətinin əsas istiqamətləri haqqında danışıb. Bildirib ki, ölkəmiz vicdan azadlığının və multikultural mühitin təmin edilməsinə, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrin, eləcə də tarixi dini abidələrin bərpasına və qorunmasına xüsusi diqqət və həssaslıqla yanaşır. Almaniya Federal Hökumətinin Dini Azadlıq üzrə komissarı Thomas Rachel Azərbaycanda dini müxtəlifliyə və dinlərarası harmoniyaya göstərilən diqqətin yüksək qiymətləndirildiyini bildirib. Almaniya ilə Azərbaycan arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində hər iki ölkənin maraqlı olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.